Salam, hörmətli izləyicilər. Xoş gördük sizi Səhnənin Mətbəx kanalında. Bugün biz sizinlə 3 bacı dolması hazırlayacağıq. Bunun üçün bizə nə lazımdır? Bunun üçün bizə çəkilmiş ət və xırda doğranmış baş soğan, içlik üçün qeyd edirəm və düyü lazımdır. Yumru düyü, duz, istiot təbii ki və pomidor, bibər, badımcan hamısı əvvəlcədən yuyulur, içərisi çıxarılır, hazırlanmağa qoyulur. Ətimizi qoyuruq əvvəlcə. Öz xoduna, yəni öz suyu çıxır, biraz elə qovururuq. Daha sonra isə sırayla soğan və düyünü əlavə edib qovuracağıq. Ətimiz qovrulana kimi tərəvəzlərimizin içərisini duz, istiot və sarı kökləyirik. Əvvəlcə pomidorun içərisini bu formada duz, istiot qeyd edeyim ki, zövqə görədir, yəni daha dadlı olur, ədviyyətli olanda. Beləcə bir-bir bütün tərəvəzlərimizin hamısının içərisini sarı kök, duz və istiotlayırıq. Gördüyünüz kimi bütün tərəvəzlərimizin hamısını duzladıq, ədviyyatlarını da vurduq. İndi isə keçirik ətimizi qovurmağa. Gördüyünüz kimi ətimiz öz suyunda biraz qovruldu. Demək olar ki, indi isə doğradığımız soğanı üzərinə əlavə edirik. Biraz da soğandan qovuracağıq. Sonra isə düyümüzü sırayla əlavə edib qovuracağıq. Gördüyünüz kimi ətimiz də qovrulduq soğanımızla bərabər. İndi isə düyümüzü əlavə edirik. Qarışdırırıq. Gördüyünüz kimi demək olar ki, ətimizin tamamilə suyu çəkilir. Mən bayaq duzladığımız pomidorların içini çıxartmışam, belə doğranmışam. Onu da ətimizin üzərinə əlavə edirəm. Və qovururuq yenə. Üzərinə duz və ədviyyatlarımızı, yəni istiot və sarı kökü əlavə edirik və qovururuq. Gördüyünüz kimi artıq içliyimiz tam hazırdır. İndi isə tərəvəzlərin içini doldurub bişirməyə qoyacağıq. Birinci badımcanın içərisini doldururuq. Doldurub qazana yığırıq.
Badımcanların hamısını doldurduq. İndi isə bibərimizin içərisini doldururuq. Gördüyünüz kimi biberlərimizin hamısını da içərisini doldurduq. İndi isə keçirik pomidorun içərisini doldurmağa. Gördüyünüz kimi hamısının içərisini doldurduq. Qazanımızı yerləşdirdik. İndi isə üzərinə yağ qoyuruq və alçaq odda bişməyə qoyuruq. Yağımızı da qoyduq və ağzını örtürük. Alçaq odda yağ əriyir və bişməyə başlayır. Gördüyünüz kimi artıq əziz izləyicilər, yeməyimiz hazırdır. Bu qədər. Hazırlayan hər kəsindən nuş olsun deyirəm. Kanalımıza abunə olun, videomuza like qoyun. Biz də çalışacağıq ki, hər dəfə yeni videolarla sizin görüşünüzə gələk. Sağ olun əziz izləyicilər.